Salam və bu günlərin belə bir maraqlı tapşırığın həllini daha qısa və rahat həll üsulunu deyəcəm. Baxırıq burada Rx və fx xətti funksiyadır və bu ifadə veribdir bizə. Bu ifadə veribdir. Deyir bunun f3 çıx j tərs 3 hesabla. Görün indi burada xətti funksiya deyir deyə ax üstə gəl fx-in yenə xətti funksiya yazsaq. Görün nə qədər mürəkkəb olar. Gəlin mən sizə bunun daha qısa və rahat üsulunu deyim bu yerdə. Deməli əvvəlcə g fx funksiyasını yazdıq. Gəlin burada bu nə deməkdir? Burada bu nə deməkdir? Biz bilirik ki, deməli bu Rx deməkdir. Rx nə deməkdir? R-də fx-i yazıb, x-dən yenə fx yazıb bu funksiya alınıb. Mən bunu belə yaza bilərəmmi Rx funksiyasını? Fx-i bir x qəbul etsəm, olarmı belə? Rx, gözümü yormasın da, bildiyim hala gətirirəm. 5x çıx 7. Doğrudurmu? Bəli. Bir var belə yazasan, adam gözü qorxur. Rfx, bu nədir ay Allah? Nəsə, bizim deməli Rx-imizi qəbul etdik belə. İndi gəldik ikinci funksiyamıza. İkinci funksiyamıza gəldik. Deməli, bu da yazırıq bura. F Rx bərabərdir. Mənfi 3Rx plus 1. Yenə həmin şeyi buna tətbiq edəcəyik. Baxırıq burada. Möhtəzəm bir qalıb. Aha, baxırıq burada. Bu nə deməkdir? Rx burada nə deməkdir? Yəni, f-də x-ların yerinə Rx yazmışıq. İndi bunu biz belə yaza bilərik. Bu Rx-in yerə bir də x yazaram. Olar belə yenə. Fx bərabərdir. Xətti tənlik formasına salıram. Demir xətti tənlik. 3x plus 1. Aydındır mı? Bəli, aydındır. Aha. Baxın, bir xətti tənliyimiz bu oldu. Bir də xətti tənliyimiz bu oldu. Aha, indi baxırıq burada bizə nə veribdir? F3. F3 deyir. F3-ü hesablayaq da. F3 bərabərdir. X-dan yenə 3 qoyuram. Olur mənfi 9. Üstə gəl 1. Olur nə? Mənfi 8. Aydındır mı? Bəli. İndi J-də biraz iş tərsinə dönəcək. Ona görə buraları təmizləyirəm. Bir dənə J funksiyasını saxlayacağım. Burası aydın oldu. F-i tapdıq. Ona görə bunu burasını da siləcəm. Bizə lazım deyil. Artıq informasiyalardır bunlar. Aha. Bu J. Bu da 7. İndi bizə nə deyir? Deyir ki, J üstü mənfi 1, 3-ü hesabla. Elədir, hesablayaq. İndi bizə Rx funksiyasını tapmışıq ki, 5x çıx 7-dir. Gəl indi burada J üstü mənfi tərs tapanda nə idi? Argumentlə bu yerini dəyişəcək. Aha, onda olurmu belə? J 5x çıx 7 bərabərdir nəyə? X-ə. Bu tərsidir, tərsi. İndi nə deyir? Tərsində 3. Yəni 5x çıx 7-də x-in yerine nə yazsam? 3 eləyər. Ona görə onu tənlikimi həll edəcəyik. 5x çıx 7 bərabər imiş nəyə? 3-ə. Buradan da x-i tapıram ki, 2. Deməli, x-imizin qiyməti neymiş? 2. Bax, gözələ tərsidə nəyə bərabərdir? 2-yə. Bizdə deyir, J tərsində 3. Tərsində 3-ü x qiymətinə bərabər, o da nədir? 2-yə. O mənfi 8 idi. Aha, indi bizdə nə deyir? Deyir ki, bizdə F3 çıx J üstü mənfi 1, 3. F3-ü nə tapdıq? Mənfi 8. Mənfi 8 çıxılsın. J üstü mənfi 1, 3-ü nə tapdıq? 2. O deyir yerinə mənfi 10.